Salam dostlar, Türkiye Prezidenti Recep Tayyip Erdoğan şok bir sərəncam imzalayıb. Əslində bu Azərbaycan vətəndaşını narahat edəcək bir sərəncamdır. Belə ki, Türkiyə Ermənistanda həlak olan hərbiçilərin ailələri, təqaüdçülər və xüsusi qayğıya ehtiyacı olan ailələr də daxil olmaqla Ermənistan cəmiyyətinin həssas təbəqələrini dəstəkləmək üçün 10 milyon dollar maddi yardım edəcək. Bəli, bununla bağlı prezidentin sərəncamı var və bu Türkiyənin Ermənistana ilk maddi dəstək paketidir deyilir. Vəsait Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi Mənim Addımım xeyriyyə fonduna gedəcək. Maraqlıdır. Hər halda Recep Tayyip Erdoğan'ın bu addımı sizdə hansı təəssüratı yaratdı bilmirəm. Amma şəxsən mən bu xəbəri bəyənmədim, bu addımı da təqdir etmədim. Xüsusilə həlak olan hərbiçilərin ailələrinə 10 milyon maddi yardım nə deməkdir?